Hər birinizə salam dostlar. Kanalıma ilk dəfə gəlirsinizsə, mən Gül Zeynalova, Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsiyəm. İxtisasım beynəlxalq münasibətlərdir. Bugün sizlərə başlıqdan da gördüyünüz kimi buraxılış imtahanına 4-5 ay qalmış, nə etmək lazımdır, mənim sizə tövsiyələrim, məsləhətlərim nələrdir, onlar haqqında danışmaq istəyirəm. Əlavə olaraq da bir şey xatırladım ki, mən artıq bir ildən çoxdur ki, YouTube platforması üzərindən siz gənclərin maariflənməsi üçün, motivasiyası, inkişafı üçün müxtəlif videolar paylaşıram. Həmçinin bu videolara vloqlar, əyləncələr və s. da daxildir. Kanala daxil olub izləyə bilərsiniz. Abunə olub like atsanız da sevinərəm, çünki mənim də motivasiyam buradan qaynaqlanır. Həmçinin bir şey də qeyd etmək istəyirəm ki, şərhlərdə yazırsınız ki, üzünü niyə göstərmirsən və yaxud da ki, biraz sıxıcı olur belə oturub danışanda. Lakin uşaqlar, onu qeyd etmək istəyirəm ki, YouTube platformasında üzünü göstərən çox blogerlər var. Bu arada hər birini izləyirəm, o başqa məsələ. Sadəcə olaraq mən üzümü göstərmirəmsə, bu gələcəkdə üzümü göstərməyəcəyim anlamına gəlmir ki, kanalda üzümü göstərdiyim videolar var, keçid edib baxa bilərsiniz. Sadəcə olaraq hazırki şəraitdə belə olmağı vacibdir və belə də davam edir. Buna görə üzümü göstərmirəm. Həmçinin sıxıcı ola bilər, oturub bir şey danışıram, amma danışdığım reallıq olduğu üçün və sizin gələcəyinizə birbaşa təsir edəcəyi üçün, yəni mənim ya danışıb, ya üzümü göstərib, ya da bir ərazidə oturub bu videonu çəkməyimin elə də bir, belə deyim də, mənası yoxdur. Əsas odur ki, siz mənim dediklərimi dinləyəsiniz, videomu bəyənsəniz, abunə olub like atasınız və keçid edək videomuza. Şərhlərə baxa bilərsən bu arada. Motivasiya kanalımın linkini qeyd etmişəm və orada da aktivəm. Yəni bu qədər. İndi keçid edək videomuza. Buraxılış imtahanına 4-5 ay qalıb. Mən ilk öncə nə edirdim 11-ci sinifdə, ondan danışım. Yoldaşlar, mən 11-ci sinif buraxılış dönəmim çox qatı keçib. Yəni nə cəhətdən? Ancaq oxumaq, ancaq sınaqlar, testlər bu şəkildə olub və onu deyim ki, mən özüm səhv olmağına rəğmən gündəlik 13-14 saat dərs oxuyanlardan idim və kanalda bu arada bu haqda çox gözəl videolar var. Keçid edib baxa bilərsiniz. İ butonuna da yuxarı yerləşdirirəm. Yenə də baxa bilərsiniz. Və bu prinsip tamamilə yanlışdır. Çünki belə deyim, mənim yüksək balla, həddindən artıq yüksək balla universitetə daxil olan tanışlarım var. Bu arada mən özüm beynəlxalq münasibətlərə, belə deyək, alt qrupla gəlmişəm, 400 balla. Həddindən artıq yüksək bal toplayan, yəni 650, 600 plus bal toplayan, belə deyim, dostlarım, tanışlarım var. Və onlardan da aldığım müsahibələr mi deyim və yaxud da ki, suallara cavab mı deyim, cavablar belə olub ki, gündəlik bu qədər dərs oxumaq lazımsızdır. Və mən bunun lazımsız olduğunu sadəcə olaraq müəyyən bir zaman sonra aydınlaşdırdım ki, çox vaxt sərf eləyib, belə deyək, effektsiz, lazımsız dərs oxumaqdansa biraz, yəni çox az zaman sərf eləyib, daha yaxşı, daha, necə deyirlər, məhsuldar çalışmaq imtahanımıza bir o qədər və balımıza bir o qədər təsir edir. Və mən təəssüf ki, 11-ci sinif vaxtı bunu nəzərdə tutmamışdım. Sadəcə olaraq həyatımın təsəvvür edin ki, bir insan nə gəzməyə çıxmır, nə dostlarıyla görüşməyə çıxmır, nə bir əyləncəsi yoxdur, nə bir toya, bir məclisə, heç bir yerə getmirsən, qohumlarla, dostlarla əlaqəni kəsmirsən, sadəcə olaraq məktəbə gedirsən, o da məcburiyyət qarşısında, dərs keçilmədiyi müddətdə, yenə qeyd eləmək istəyirəm. Hər videoda zaten məktəbdə dərs keçirilmədiyi mövzusuna toxunuruq. Bütün məktəblərə şamil edilir. Xeyr, 95%-nə, hətta 99% da ola bilər. Nəsə, çox uzaqlaşmaq istəmirəm mətləbdən. Yəni, bir insanın həyatında bundan başqa bir şey yoxdur. O qədər səhv bir addımdır, o qədər pis bir addımdır. Əgər vəziyyətiniz budursa, belə eləməməyinizi tövsiyə edirəm. Bilirsiniz, bir insan gözünü açandan bəri oxuyursan, 11 il boyunca məktəbdə ancaq oxuyursan. Düzdür, məktəbdə dərs keçirilməməyinə rəğmən, məsələn, bizdə bəzi müəllimlər var idi ki, əminəm sizdə də elədir, dərsi keçirlər. Və mənim özüm 11-ci sinifdə kimya, biologiya oxuyurdum. Niyə? Çünki həvəsim var idi, sevirəm bu fənləri, maraqlı gəlir. İnformatika oxuyurdum. Niyə? Çünki maraqlıdır. Yəni, zaten orada 1-2 saat o dərslə məşğul, 2 saat yox, 45 dəqiqə, 40 dəqiqə məşğul olursan. Yəni, o qədər də böyük bir şey deyil. Ona görə də, necə deyərlər, məktəb dərslərini də axsatmamaq lazımdır. Maraqlı gəlirsə oxuya bilərsiniz. Gününüzün 24 saatını, belə deyək, 18 saatını, 13 saatını, 15 saatını dərs oxuyaraq keçirtməyin. İkinci danışacağım məsələ isə bu haqdadır ki, demək olar ki, yüksək bal toplayan bəzi abituriyentlər var ki, onlar 11-ci siniflərə həqiqətən də çox şiddətli dərəcədə psixoloji təsir edir. Hansı ki, bəzilərim öz müəllimlərinin, valideynlərinin, öz çəkdikləri əziyyəti göz ardı edərək belə bir ifadə formalaşdırırlar ki, çox oxumadan, ümumiyyətcə oxumadan, hazırlıqsız bir şəkildə getdim, falan balı topladım, 650 ya da atıram 700 bal topladım. Dostlar, heç bir
uğurun, heç bir nailiyyətin başlanğıcında dözümsüzlük və ya dərs oxumamaq, əziyyət və s. yəni durmamağı mümkün deyil. Yəni bir uğur varsa, deməli onun başlanğıcında və ya sonunda hansısa bir əziyyət, əmək var. Və həmin insanlar öz əziyyət əməkləri bir kənara, müəllimlərinin, valideynlərinin belə deyək, öz əziyyətlərini itirirlər. Bu şeylərə qəti şəkildə inanmırsınız. Yəni siz özünüzə bir sual verin. Savadsız bir adam, oxumayan bir adam gününün müəyyən bir minimum 2 saatını dərsə sərf eləməyən adam gedib necə yüksək nəticə toplaya bilər? Mümkün deyil. İnsanın o beyninin aktivliyi, savadın yaranması, bunların hər biri tədricən illər ərzində təkrarlanmış meyarlardır. Yəni əgər bir insan gedib bugün 650 bal yığırsa, o insan onu birdən-birə və yaxud da ki, əziyyətsiz, əməksiz yığmayıb. O insan aşağı sinifdən oxuyub və bu arada bir şey də qeyd edeyim ki, mənim müşahidələrimə əsasən yüksək bal toplayanların əksəriyyəti lisey uşaqlarıdır. Lisey uşaqlarıdır və yaxud da ki, belə deyim, məktəbləri wow dərəcədə yaxşı olanlardır. Bunun səbəbi nədir? Bəzi təbii ki, istisnalar var. Gəlib indi şərhlərdə mənim fikrimi təkzib eləməmənizi tövsiyə edirəm. Çünki belə olduğu təqdirdə yorumlarda təəssüf ki, mən də sizlərə cavab qaytarmalı oluram. Yəni mən inanıram ki, siz mənim nə deməyə çalışdığımı başa düşdünüz. İndi burada mənim fikrimi də yenidən qayıdıram əvvələ. Deyirsiniz ki, elə uşaqlar var, məsələ deyir, hazırlıqsız oxuyuram. Yoldaşlar, mənim məqsədim burada hazırlıqsız oxumamaq olar deyə bir şey deyil. Mən zaten bundan əvvəlki videolarıma da baxsanız görərsiniz ki, deyirəm ki, bir insanın gedib o yüksək balı toplamağı üçün mütləq hazırlıq və yaxud da ki, bir mentor, yəni o başçı, məsləhətçi lazım deyil. Bir insan özü əgər nə qədər iradəlidirsə, nə qədər özünə güvənirsə, gedib o balı toplaya bilər. Ya müəllim nəzarətində, müəllim dedi ki, bugün 3-cü dərsi sənə ismin testlərini verirəm, gedişdə, ya da ki, uşaq hazırlığa getmədən ismin testlərini işlədi. Yəni, ümid edirəm, bu hissəni başa düşdünüz. Yəni ki, müəllim olmadan belə o balı yığmaq mümkündür. Sadəcə olaraq müəllim bizim məsləhətçimizdir, bizim, necə deyək, bizə yönləndirmə verir, mentorluq eləyir və nəticə olaraq da gedir, yüksək nəticə toplayırıq. Ümid edirəm ki, bu hissədə beyninizdə aydınlaşdı. Yəni, bir əziyyət, əmək olmadan bəhrə görmək mümkün deyil. Bəhrə görənlər öz əziyyətlərinin nəticəsini görürlər. Yəni, bu ifadə, xahiş edirəm, tez bir zamanda beyninizdə otursun. Əlavə olaraq, danışmaq istədiyim bir neçə məqam daha var. Blok imtahanları sessiyası. Bəs deyirsiniz, indi buraxılış yaxınlaşır, təkcə buraxılışı mı oxuyaq, yoxsa bloku da oxuyaq? Bəzi tələbələr var ki, hətta blok imtahanını dayandırırlar. Daha doğrusu, blok fənlərini dayandırırlar. Qəti şəkildə əleyhinəyəm, belə bir şey ola bilməz. Ya 3 fəndən hazırlaşdın, sentyabrda 5 fəndən necə hazırlaşırdın? Niyə indi dayandırmaq qərarı aldın? Ya da ki, 3 fəndən hazırlaşırsan. Bunun heç bir aidiyyatı yoxdur ki, mən imtahanı çatırım, mən imtahana görə bu fənləri dayandırım. Əksinə siz özünüzü gerilədirsiniz. Çünki beyin elə bir mexanizmdir ki, siz davamlı olaraq gərək onun yadına nəyisə salasınız, davamlı olaraq onunla məşq eləyəsiniz ki, əvvəldə qalanları da unutmasın. Ona görə də buraxılış imtahanı vaxtı siz blok fənlərini qəti şəkildə dayandırmayın. Vaxtı az ayırın, amma yenə də dayandırmayın. Yəni, belə də olmalıdır. Sonra, başqa bir şey haqqında danışmaq istəyirəm, beyin haqqında danışmaq istəyirəm. Yoldaşlar, bir dənə video qoyuram i-butonuna, keçid edib kanalda da baxa bilərsiniz. Yadda yaxşı saxlamağın üsulları necə yadımızda saxlaya bilərik. Belə başlıqlı bir videodur, səhv eləmirəmsə başlığı belə idi. İndi beyin haqqında orada da danışmışam. Bizim beynimiz elə bir şeydir ki, beynimizin arxa yaddaşı var, ön yaddaşı var. Həqiqətən prosesor kimi bir şeydir yəni. Əgər biz bir şeyi davamlı olaraq təkrar ediriksə, beynimizə yaxşı yazmışıqsa, o ön yaddaşdadır. Və sən istənilən bir məqamda hansı bir şəxs sənə o haqda, o mövzu haqda sual verəndə sən avtomatik onu cavablandırırsan. Çünki onu beyninin ön yaddaşına yazmısan və davamlı olaraq bunu təkrarlayırsan. Tibb oxuyanlar əgər bu videona baxırsa, böyük ehtimal baxmaz, sadəcə olaraq tibblə məşğul olanlar varsa, baxırlarsa böyük ehtimal şərtdə qeyd edə bilərlər ki, sən onu davamlı təkrar edirsən, sənin ön yaddaşındadır. Arxa yaddaş nədir? Məsələn, bugün təkrar edirsən 6 dəfə 2, 12. Bunu təkrar elədin. Sən artıq onu 2-3 ay boyunca təkrar eləmirsən. Qalır sənin arxa yaddaşında. Yadına, bax, belə bir problem var uşaqlarda, deyir, yadıma düşür nə olduğu, kitabda bilirəm hansı səhifədədir, səhifənin hansı hissəsində olduğunu bilirəm, amma bilmirəm nədir cavabını. Testdən gedir söhbət. Mənim özümdə də olub bu. Səbəbi onu arxa yaddaşınıza həbs eləməkdir. Çünki siz onu bir dəfə oxumusunuz, tamam, beyninizdə qalıb, super, əla, razıyam sizlə. Amma yadınıza sala bilmirsiniz. Test vaxtı, imtahan vaxtı yadınıza düşmür. Səbəbi nədir?
Çünki siz onu davamlı təkrar eləməmisiniz və beyninizdə arxa hissədə qalıb. Sizə ümumi demək istədiklərim bu qədərdir. Gəlin indi keçid edək. Bu arada kanalda alman dili videosu var. Keçid edib baxsanız sevinərəm. Çünki o video tutmadı təəssüf ki. İstəklər çox idi, amma baxanlar olmadı. Nəysə, bu 4 ayda nə etməlisiniz? Siz artıq 9-cu, 8-ci sinifdən hazırlığa başlayırsınızsa, artıq 2-3 ildir ki, mövzuları bitirmiş olmalısınız. 11-ci sinifdə uşaqlara ən böyük tövsiyəm budur ki, davamlı OTK sınaqları, keçmiş illərin suallarını işləsinlər. Maksimum məsləhətim bunlardır. Və siz bu qarşıdakı ay müddətində bir dəfə test toplusunu bitirə bilərsiniz. Test toplusunun önəmi niyə bu qədər mənim üçün önəm kəsb edir? Çünki imtahana düşən sualların hər biri test toplusundakı suallarla oxşardır. Ona görə test toplusunu işləmək vacibdir. Test toplusunu işləyə bilərsiniz. Bu 3-4 ay müddətində. Hətta bir dəfə işləyib bitirməlisiniz və yeni nəşr işləsəniz çox qəşəng olar. O PDF-ləri tapmaq üçün də aşağıda qeyd etdiyim kanalın pulsuz PDF qrupuma qoşula bilərsən. Yəni belə, əlavə olaraq OTK sınaqlarını işləyin. Çalışın ki, OTK-nın suallarına gedə biləsiniz. Gedə bilməsəniz belə işləyin sınaqlarını və s. Həmçinin minimum bir dəfə buraxılış sınağına güvənin və ya hədəfin yəni sınağına gedə bilərsiniz. Onu da qeyd edeyim ki, güvəndə bəzi əlavə suallar salırlar. Hədəfdə də riyaziyyat sualları çətin olur. Nisbətən yəni 3-cü qrupa görə hətta. Ona görə bunları nəzərə alaraqdan hərəkət edin. Yəni bu 3-4 ay müddətində maksimum təkrar edə bilərsiniz və sizə hər videoda deyirəm, yadımdan çıxır. Sizlərə abituriyent vaxtı izlədiyim kanalları tövsiyə eləmək istəyirəm. Bir nömrədə, təbii ki də Azərbaycan dili üzrə mənim üçün bir nömrədə gəlir. Bir nömrədə indi biraz pis çıxır bunu deməyim. Bir nömrəyə bir nəfəri qoya bilmərəm. Çünki Validə Vəliyeva, Aqil müəllim, Natiq müəllim. Mən bir nömrəyə bu 3 müəllimi qoymaq istəyirəm. Çünki bu müəllimlər hər birindən ayrı-ayrılıqda əlaqəm olub, yəni hər birindən söhbətim olubdu. İndi bəlkə də özlərinin yadından çıxıb. Validə müəllim təbii ki tələbəsi olmuşam, məni xatırlayır böyük ehtimal. Natiq müəllimlə də ara-sıra danışmışıq. Yəni mən bir nömrəyə bu müəllimləri qoymaq istəyirəm. Çünki mən həqiqətən də bu əziz müəllimlərin sayəsində çox şeylər öyrənmişəm. Həm Azərbaycan dilindən, həm ədəbiyyatdan. Ona görə də part 1-ə, daha doğrusu top 1-ə bunları qoyuram. Sonra gəldik ikinci hissəyə. Kimlər var? Riyaziyyat müəllimləri. Təbii ki də yenə ikinci nömrəyə həqiqətən bir nəfəri qoya bilmərəm. Mənim üçün zirvə Nicat müəllimdir. Özüm də Nicat müəllimin sıx izləyicisi olmuşam. İlk video paylaşandan bəri Nicat müəllimi izləmişəm. Özüm də çox istəyirəm həqiqətən. Hətta 11-ci sinifdə sınaq qrupuna da qoşulmuşam Nicat müəllimin. Baxmayaraq ki, riyaziyyatdan nəticəm zəif olur, çünki riyaziyyatı öyrənə bilmirdim. Kanalda riyaziyyat haqqında da video var bu arada. Keçid edib baxa bilərsiniz. Hansı videonu istəyirsinizsə kanalda var uşaqlar. Uzun sözün qısası. Və Məsməp Sərvər müəllim. Kanalın adı Məsməpdir. Sərvər müəllim birbaşa, yəni mükəmməldir. Ümumilikdə uşaqlar, videomuz bu qədər idi. Ümid edirəm ki, sıxılmadan izləyə bildiniz və danışdıqlarım sizə nə isə öyrətdi, nə isə göstərdi və videonu sevdiniz. Sevdinizsə kanala abunə olub like atmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik, bay.